Çox yaxşı olar ki, bu açıqlamanı yadında saxlasınlar onun seçiciləri. O 400-500 manat alanlar da gələn dəfə gedib ona səs verməsinlər. Vəssalam. Bu məsələnin praktik cəhəti. Praktik cəhəti. Gəldik bunun yansımalarına da. Hörmətli deputatımız anlamalıdır ki, ölkədə belə bir anlayış var. Hökumətin sevmədiyi median maaş anlayışı var. Bizim hökumət sevir orta aylıq əmək haqqı, o da oradan da artır. Çünki bilirsiniz, o məşhur lətifədə olduğu kimi biri qatıq yeyir, biri göyərti, ikisi bir yerdə dolğa içir və ya da biri yarpaq yeyir, biri ət, ikisi bir yerdə dolma yeyir. Bu ortalama götürürlər həmişə. Ona görə də orta əmək haqqı yüksəkdir. Çünki sahələr üzrə götürülür. Neftdə təbii ki, yüksəkdir, amma müəllimdə aşağıdır. Bunları cəmləyib böləndə orta aylıq əmək haqqı bir mərfətli bir rəqəm alınır. 1300-1400 manat alınır. Amma bir var median maaş. Median maaş nə deməkdir? Ölkədə 1.700.000 muzla çalışanlar var. O median xətt çəkilir ki, bunların nə qədəri hansı səviyyədə maaş alır? Yarısı hansı səviyyədə maaş alır? O median maaş bizdə 550-560 manatdır. Yəni muzla çalışanların yarısı 550-560 manat maaş alır. Hətta bu təzəliklə biraz artdı. Bundan əvvəl 450-460 manat idi. Son 2 ildə biraz artıb. Bu kimin günahıdır bəs? Deməli, bunların hamısı pis oxuyanlardır da, belə çıxır ki, 1.700.000-in yarısı 900.000-ə yaxın insan, az qala 1 milyona yaxın insan savadsızdır ki, 550 manat maaş alır, eləmi? O doğru deyil, axı, bəs müəllimlər, bax, həmin o bizə savad verən kimdir? Müəllimlərdir də. Müəllimlərin maaşı nə qədərdir ki? 450-500 manat deyilmi? İndi belə çıxır ki, həmin deputatın məntiqi ilə bizim müəllimlərin hamısı savadsızdır. Həkimlərin üçün də keçərli. Həkimlər üçün də əlbəttə. Hamısı üçün. Bunlar savadsızdırmı? Yox. Bax, bu məntiqsizdir. Yanaşmanın özü doğru deyil. Yüksək savadlı insanları, yüksək maaşlı işlər tapırlarmı? Bəli. Amma neçə faiz? O da olsun 1%, 0.5% hətta. Amma bunu da anlamalıdır bizim hörmətli deputatımız ki, çox yüksək savadlı insan Azərbaycanda qalmayacaq. Qalmayacaq sadəcə. Ona elə təkliflər gələcək ki, onun üçün qapı açılacaq. Gah Amerikadan vurub, Kanadadan çıxacaq, Kanadadan vurub, Avstraliyadan çıxacaq. Necə ki, gedir bizim gənclər. Xarici oxumağa gedən tələbə 2-ci ayda artıq deyir ki, mən burada tapıb qalacağım. Çünki imkanlar dərhal artıq qapılar açılır. Əlbəttə, yəni yaxşı oxuyan tələbə, hətta Azərbaycanda tutalım oxuyub, var elə, belə deyək də, brilyant uşaqlar var da oradan da. Məsələn, mənə ləzzət eləyir, fəxr eləyirəm ki, hər imtahandan sonra yüksək bal toplayanların siyasına baxıram. Sumqayıtın adi məktəbini bitirib, Mingəçevirin adi məktəbini bitirib. Başqa, yəni bunlar brilyantdılar da bu insanlar. Bunlar Azərbaycanda da yaxşı təhsil ala bilirlər. Amma yaxşı təhsil alır, dil öyrənir, sonra baxır belə bazara. Deyir, mən niyə gedim haradasa işləyim? Elə məni çağırırlar da, gedərəm Microsoftda işləyərəm, Tesla'da işləyərəm, haradasa Apple'da işləyərəm. Nəyimə lazımdır mən burada işləmək? Və gedirlər də, işləyirlər də və iş tapırlar da. Yəni, bir anlıq düşünsək ki, yüksək təhsil verəcəyik hamıya, tutalım da keyfiyyət birdən-birə, nə bilim, 5 dəfə artdı Azərbaycanda təhsil. Azərbaycanda adam qalmaz, gənc qalmaz. Bu bazarda, bu şəraitdə qalmaz. Çünki Azərbaycanda uğur hekayəsi dövlət işinə bağlıdır. Ən yanlış olan budur. Azərbaycanda gənclər, mən onları qınamıram, qınamaq üçün demirəm. Amma gənclərin bir 80% düşünür ki, gömrükdə işləməlidir, vergidə işləməlidir, dövlət qulluğunda işləməlidir. Oranı düşünür, istəyir, arzulayır. Çünki uğur hekayəsini orada görür. Görür ki, yanındakı gömrüyün işçisidir, Mercedesi də var, evi də var, hətta bağı da var. İldə də 2 dəfə xaricə gedir, dincəlir, gəlir. Mən onu istəyirəm. O gənc heç bunu düşünmür, bu nə ilə dolanır. Düşünmür, bu maaşdır, başqa şeydir. Heç onun dərinə də getmir. Bunun, belə deyək, etik tərəfi haqqında düşünmür. Faktı da gözü görünür. Ya da ki, müğənni olmaq istəyir ki, geçsin heç olmasa özünü dolandırsın. Ən sürətli olar. Bəli, yəni budur məsələ. Bax, onlar, bizdə uğur hekayəsi tamamilə dəyişməlidir, tərsinə 80% dəyişməlidir kiçik orta sahibkarlığa, insanların özünü realizə etmə imkanlarına. Bayaq da ondan danışdıq ki, ölkədə o qədər qurumlar var ki, sən daşı daş üstünə qoyanda sıraya düzülürlər, qoltuqlarında qovluq, əllərində də qələm, gəlirlər səni yolmağa. Sözün əsl mənasında. Və o da istəmir də o biznesi burada qursun. Gedir başqa ölkədə qurur, gedir başqa yerdə gəncdir, özünü realizə edir və gəncin səhv etmə haqqı da var. O haqqı da heç kim onun əlindən ala bilməz və almamalıdır. Gedir səhv eləyir, gedir bir yerdə işləyir, xaricdə. Alınmır, gedir amma başqa yerdə də işləyir. Gedir başqa bir yol tapır özünə. McDonald's dünyada məşhur
restoran şəbəkəsində. Onun sahibi 51 yaşında tutuzdurdu o işi. Ona qədər 5 dəfə bankrot olmuşdu. Amma sonunda gəldi, nail oldu. 51 yaş idi səhv eləmirəm. Bəli, 50 yaşdan yuxarı idi, bəli. İndi də dünyanın ən məşhur restoran şəbəkələrindən birinə sahibidir onun ailəsi. Ya budur məsələ, insandır da, səhv eləyə bilər, insan bir yerdə özünü realizə etməyə bilməz, amma sən az maaş alırsan, ona görə ki, sən uğursuzsan, savadsızsan, bu həddindən artıq qeyri ciddi yanaşmadır. Hətta mən başqa bir şey dəfələrlə deputatların demək açıqlamalarında və s. bu tendensiyanı görmüşəm. Yəni özlərinin maaşı kifayətlər artır, kifayət qədər xüsusən də son zamanlarda. Amma problemlərin demək səsini yatırmaq üçün daha çox suçu vətəndaşın üzərində atmaq məsələsi daha çox özünü göstərir. Sizcə bu bir ümumi bir yanaşmadır, yoxsa hərə öz aləmində bir yarınmağa mı çalışır, bir sperm olmağa çalışır hökumətin qabağında? Olar, burada bir çox məsələlər var. Həm sizin dediyiniz məsələlər var, amma digər məsələlər də var da. Yəni məsuliyyəti öz üzərinə götürsə, onda nə olacaq? Onda insanlar ona sual verəcək ki, yaxşı sən də məsələn deyirsən ki, məsələn çox maraqlıdır da, deputatlar çıxış eləyir və deyir ki, filan kəslərin ödənişi və yaxud da maaşı artmalıdır. Onu da deyənlər çoxdur. Məsələn qazilərlə bağlı. 80 manat məsələn. Aha, adamı gülmə kimə deyirsiniz bunu? Sizindir bu səlahiyyət sizdədir. Büdcəni qəbul eləyəndə bir təkliflə salırsan ora ki 80 manat yox, məsələn 150 manat olsun və salam. Mənə niyə şikayət edirsiniz ki onunla bağlı? Ezop dilidir əslində bəlkə. Yəni bəli, amma yəni bu sizdən asılıdır da, yəni siz büdcəni siz qəbul edirsiniz. Büdcəyə əlavə və təklifləri siz verirsiniz. Hökumətin hesabatını siz qəbul edirsiniz. Və bunun da hamısında sizin səlahiyyətiniz və məsuliyyətiniz var. Amma ona o məsuliyyətdən qaçmaq üçün deyirlər ki, vətəndaşdır günahkar. Vətəndaş getdi ev tikdi, su basacaq yerlərdə. Vətəndaş getdi, nə bilim, başqa işlərlə məşğul oldu və günahkar odur. Elə deyil axı, vətəndaşlar dünyanın hər yerində vətəndaş, insan aşağı-yuxarı eynidir. Aşağı-yuxarı eynidir. Təbiəti olaraq, istəkləri olaraq, arzuları olaraq, yaxşı yaşamaq hissi olaraq, ədalət hissi olaraq. Bizdə ən zədələnən məsələ ədalət hissidir bugün. Və bu çox böyük fəsadları gətirəcək gələcəkdir.